Sahibkarın sistemləşmək istədiyi zaman qarşılaşdığı ən böyük çətinliklərdən biri dəyişikliklərin idarə olunma məsələsidir. Sahibkar artıq düşünür ki, o sistemləşməlidir, işçilər arasında düzgün kommunikasiya qurmalıdır, təlimatlar, prosedurlar, yeni qaydalar, yeni nəfəs gəlməlidir. Bu çox gözəldir, alqışlanır və sahibkar çirmələnərək bu proseslərə başlayır. Və başlayan məqamda da hər şey daha da pisə doğru gedə bilir. Bu niyə belə olur? Çünki dəyişikliklərin idarə olunması deyə bir mövhum var ki, bir prosedur var ki, bir çox hallarda biz bunu düzgün idarə edə bilmirik. Dəyişikliyin idarə olunması nədir? Biz bir qərar verdik. Qərar verdik ki, işçi heyət bu gündən sonra bu ardıcıllıqlarla işləri görəcəklər. Filan şöbə indən belə bu şöbə ilə kommunikasiyalı işləyəcək. Bu şəxslər bu şəxsə indən belə tabe olacaq və yeni idarəetmə modelində yeni meyarlar, KPI-lar, yeni yoxlama meyarları bu cür olacaq və heyətə bunu məlumatı ötürəndən sonra heyətin bəzilərində bir suallar qalır. Məsələn, anlaşılmayan məqamlar var, razılaşdırılmayan məqamlar var, hansı ki, rəhbər özü direkt olaraq bunu nəzərdə tutub və bildirib və işçi heyət ümumiyyətlə buna hazır deyil. Bax, buradakı qırılma nöqtəsi dəyişikliklərin düzgün idarə olunmaması ilə bağlıdır. Dəyişikliyin idarə olunmasında nə etmək lazım? Birinci növbədə, məsələn, tutaq ki, satın alma və logistika arasında belə bir dəyişiklik formalaşır ki, indən belə satın alma aldığı məhsulları logistika şöbəsinə birbaşa ötürməyəcək daşıması üçün və bu logistika şöbəsi bütün proqnozları, bütün gələcək rutları planlama şöbəsindən əldə edəcək. Bu bir dəyişiklikdir. Rəhbər indən belə bu qaydanı verib, amma bunu satın alma və logistika arasında paylaşıb. Planlama şöbəsinin bundan xəbəri yoxdur. Və logistika şöbəsi səhərsi günü o qaydaları gözləyir. Artıq satın alma bundan bağlı heç bir komanda ötürmür. Planlamanın isə prosesindən xəbəri yoxdur və heç bir məlumatı ötürmədiyi halda da iş dayanır. Sonra da günahkar olur ki, bəs planlama bizə vaxtında vermədi. Və müzakirə və iclas, hətta iclas deməyim, münaqişə zamanı ortaya çıxanda ki, bəs planlamanın bu məsələdən xəbəri yoxdur və yaxud da ki, xəbəri olsa belə o buna çatdırmaq üçün hansısa resursları yox idi, bunlar düzgün planlaşmamışdı. Bunun axırı şirkətdə çox böyük böhrana səbəb ola bilər. Ən böyük böhrandan da biri işçi heyət, yəni satın alma, logistika planlama arasında olan o insani münasibətlərin qırılması, rəhbərin planlamanı ədalətsiz şəkildə cəzalandırması, planlamanın rəhbərin düzgün işləməməsi ilə bağlı şübhə və yaxud da inamsızlığa düçar olması ki, bu liderə qarşı belə bir fikir yaransa, artıq bu idarə etmədən söhbət gedə bilməz və növbəti qərarların da eyni bu şəkildə çiğ formada, yəni tam emal olunmamış formada verilməsi ilə bağlı şübhə yaratmaqdır. Yəni artıq insanlar başa düşür ki, bu rəhbər bu qərarı veribsə, 100% bunun axırında böyük bir problem olacaq. Bunu nə etmək lazım idi? Bu dəyişikliyi öncədən planlayırıq. Hardan başlayıb, harda bitəcək bu proses? Bu prosesdə kimlər iştirak edəcək? 3 dənə şöbə, satın alma, logistika və planlama. Üçü də iclasa dəvət olunur ki, belə bir təklif var, bu dəyişiklik olacaq. Onlar müzakirə edirlər. Planlama bildirir ki, bunun üçün mənə bir nəfər əlavə eleman lazımdır ki, o bu rutları cızsın və o adamın logistika sahəsi və Bakı şəhərini, regionları yaxşı tanıması lazımdır. Bunun üçün məndə bir kommunikasiya aləti olmalıdır. Bu kompüter, proqram təminatı ola bilər, kompüter ola bilər və s. və s. Və bizi hansı risklər gözləyə bilər? Rəhbəri artıq bununla bağlı bütün planını cızır, lazım olan resursları verir və müəyyən bir vaxt qoyulur. Məsələn, deyirəm ki, dekabr ayının 1-dən etibarən bu qanun qüvvəyə minəcəkdir və planlama logistikanı idarə edəcək. Bu zaman artıq hər bir şöbə, əməkdaş qoyulmuş vaxta qədər o dəyişikliyi idarə edir. Orada lazım olan prosesləri belə deyək, səhnələşdirir, özündə bir neçə dəfə test edir. Hər şey hazır olandan sonra dekabr ayının 1-i hər kəs sinxron şəkildə dəyişikliyə adaptasiya ola bilir. Bunlar olmadığı təqdirdə ataların bir yaxşı deyimi var, deyir, qaş düzəldən yerdə göz çıxardacaq.